Hər kəsə salam. Mən Xədicə. Siz Akademistlər podkastına baxırsınız. Mən bugünkü buraxılışımızda sizi ən başlarda olduğu kimi yenə kompüter arxasından salamlayıram. Çünki mənim bugünkü qonağım hazırda Amerikadadır və biz onunla sizin də çox marağınızı çəkən mövzulardan danışacağıq. Belə ki, qonağımız Əli bəydir, Əli Məmmədov. Zəhmət olmasa özünüzü çox qısa təqdim edəsiniz. Təşəkkürlər Xədicə xanım. Hər kəsi salamlayıram dostlar. Mən Əli Məmmədov, hal-hazırda Amerika Birləşmiş Ştatlarının Wisconsin-Madison Universitetində dövlət idarəçiliyi və enerji analizi üzrə təhsil alıram. Eyni zamanda universitetin beynəlxalq münasibətlər və siyasət fənləri üzrə dərs deyirəm. Bu gün burada sizinlə olmaqda məqsədim Amerikadakı təhsilin real tərəfləri və bu yolda qazandığım dərsləri səmimi şəkildə bölüşməkdir və ilk öncə bu dəvət üçün də təşəkkür edirəm öncədən. Mən təşəkkür edirəm ki, zamanınızı ayırıb qoşuldunuz. Biz Əli bəylə Amerikada təhsildən, eyni zamanda Amerika universitetləri üçün açar sayıla biləcək bir imtahandan danışacağıq, GRE imtahanından. Və şəxsən mən düşünürəm ki, əsasən ABŞ-da magistr və ya doktorantura təhsil almaq istəyənlər üçün bu buraxılış əsl bələdçi rolunu oynayacaq. Əli bəy, çoxları üçün Amerikada təhsil əlçatmazdır və sadəcə bir xəyaldan ibarətdir. Bəs sizcə bu məsələ həqiqətən belədir? Düşünürəm, bəli, çoxları üçün bu belə səslənə bilər, amma mənə görə istəyən hər bir şəxs buna çata bilər, əldə edə bilər. Çünki ilk növbədə qeyd edim ki, Amerikada təhsil mənim həyatımda ən böyük dönüş nöqtəsi oldu. Həm akademik cəhətdən, həm də şəxsi inkişaf baxımından. Burada təhsil almağım yalnız prestijli universitetlərin qapılarını deyil, həm də özümə olan inamı, gələcək planlarımda daha qlobal düşünməyi öyrətdi. Məsəl üçün bəzi planlarım var idi ki, onlar üzərində daha qlobal şəkildə işləyib dünya miqyaslı genişləndirərək ideyalarımı həyata keçirməyə kömək etdi və əlbəttə ki, bunlar hər biri isə Amerikadakı mənim qazandığım təcrübələr, təhsil, iştirak etdiyim sessiyalar və sair və ilə axır. Bəli, məncə hər kəs bunu bacara bilər. Yəni hər kəs bunu edə bilər. Bu sadəcə bir xəyal olaraq qalmamalıdır. Mən bildiyim qədərilə siz qəbul olduğunuz zaman bir çox scholarshiplər qazanmısınız. Mən istəyirəm ilk başda elə bu mövzulardan danışaq. Çünki ən maraqlı olan mövzulardan biri də budur. Hansı ki biz bilirik ki, Amerikada təhsilin əlçatmaz olmasından digər bir səbəb də universitetlərin qiymətlərinin çox yüksək olmasından irəli gəlir. Bildiyiniz, öz qazandığınız scholarshiplərdən əsasən başlaya bilərsiniz. Bunlar hansılardır? Hansıları tövsiyə edə bilərsiniz? Tələbələr bunlara necə hazırlaşa bilər? Mən ilk növbədə bunu qeyd etdim ki, vaxtilə magistratura təhsili almaq istəyərkən 23 universitetdən qəbul almışam və bu tək Amerika yox, həmçinin Avropanın öndə gedən universitetləri də bu siyahıya daxil idi və həmçinin Amerikadakı təqaüdlərdən əvvəl isə Avropa təqaüdləri də qazanmışam, hansı ki Swedish təqaüdü, yəni İsveçrədə olan təqaüd, həmçinin Pioneer Erasmus Mundus təqaüdü var idi, onu da qazanmışam və bunlara baxmayaraq sonunda istədiyim dövlət proqramı təqaüdünün qalibi olmuşam və seçdiyim universitet isə University of Wisconsin-Madison oldu və çox xoşbəxtəm seçimimlə bağlı olaraq və bunu qeyd edə bilərəm ki, daxil olduğum universitet çox təqaüdlərə açıq universitetdir, həmçinin daxili təqaüdlərə də. Onun üçün də onlar mənə təqdim etdilər assistantship. Yəni buraya gəldikdən sonra artıq mən assistantship qazana bildim. Assistantship bundan ibarətdir ki, siz oxuduğunuz müddət ərzində həm çalışaraq universitetdə project assistantship var, bir də teaching assistantship var. Teaching assistantship əslən öyrətməklə bağlıdır, yəni dərs keçirsiniz bir növ. Amma ki project assistantship isə müxtəlif işlərdə fəaliyyət göstərirsiniz, proyektlər üzərində çalışırsınız və bu zaman isə sizin həmçinin də təhsil haqqınız qarşılanır. Təhsil haqqınızdan əlavə isə aylıq məbləğ olaraq təqaüd alırsınız universitet tərəfindən. Bunlardan ötə isə həmçinin mən enerji təqaüdü də qazanmışam. Daxil olduğum ildə enerji üzrə təqaüdə müraciət etmişdim və bunu da burada qeyd edə bilərəm ki, enerji təqaüdünü University of Wisconsin-Madison'da qazanan ilk Azərbaycanlıyam. Hətta o proqramdan uğurlu şəkildə məzun olacaq. Demək olar ki, bu həftənin 4-cü günü məzuniyyətimdir artıq və uğurlu şəkildə məzun olan ilk Azərbaycanlıyam və bu konuda bir qürur duyuram bir növ və ümid edirəm bu davam edəcək. Ümid edirəm bu podkastdan sonra daha çox informativ olacaq və daha çox tələbə maraqlanacaq və maraqlanan tələbələr isə bu universitetə gələcək, təhsil aldıqları müddətdə bu təqaüdlərdən də yararlanacaqlar.
Əla, çox gözəl. Mən sizi təbrik etmək istəyirəm. Ümid edirəm ki, istədiyiniz kimi yekunlaşdıra biləcəksiniz. Təşəkkür edirəm. Amerikada təhsil alan bir azərbaycanlı kimi yaşadığınız ilk culture shock nə olmuşdu? Hansı məsələdə siz çətinlik çəkmişdiniz ilk gedəndə? Maraqlı sualdır doğrusu bu. Mən düzü Amerikadan öncə Avropada təhsil almışam və o bir növ o culture artıq görmüşdüm. Yəni Litvada, Latviyada, həmçinin Polşada və müxtəlif Avropa ölkələrində yaşamışam, təhsil almışam. Ona görə artıq bələd idim ki, Amerikanlar necədir? Çünki o universitetlərdə təhsil alarkən Amerikan dostlarım da var idi. Amma maraqlı bir cultural shock məsələsi deyə bilərəm ki, burada dərs zamanında müəllimin neçə yaş sizdən yüksək olub olmağına baxmayaraq, müəllimə adı ilə çağırmaq, yəni ki, bir növ sizdən hətta yaşlı bir müəllimdir demək olar. Məsələn ki, 75, 70, 65 yaşı var və ona adı ilə, yəni müəllim olmadan və ya professor olmadan çağırmaq bunu müəllimlərin tələb etməyi oldu. Mən bunu culture shock adlandırıram çünki biz buna öyrəşməmişdik, nə Azərbaycanda, nə Avropada. Mən Amerikaya gələndə ilk dərsim zamanı ki, müəllimə professor deyəndə o mənə qeyd etdi ki, mənə professor demə, mənə sadəcə adımla müraciət et. Bir növ cultural shock burada mən ilk gəldiyim gün elə yaşamışdım. Bəli, bizdə əsasən mədəniyyət göstərgəsi olaraq özümüzdən böyüklərə, həm yaşca, həm status olaraq böyüklərə hansısa bir xitabla səslənməyimiz öyrədilib. Normal olaraq siz mədəniyyət şoku yaşamısınız. Ümumilikdə dediniz Avropada da təhsil almısınız. ABŞ universitetləri ilə Azərbaycan və Avropa universitetləri arasında hansı fərqlər var? Bəli, ilk növbədə bunu qeyd edim ki, ABŞ-da təhsil daha çox tələbə yönümlüdür. Yəni tələbəyə bir növ rahatlıq verilir. Yəni tələbə həm dərslərini seçə bilir, hansı müəllimi istəyir, onu seçə bilir, öz skedulunu, yəni öz cədvəlini özünə uyğun, öz şəxs həyatına uyğun bir növ qura bilir, istədiyi vaxt istədiyi dərsi götürə bilir. Yəni belə bir məcburiyyət yoxdur ki, sən birinci kursda mütləq bu dərsi götürməlisən və yaxud üçüncü kursda bu dərsi götürməlisən. Elə tələbə var ki, dördüncü kurs dərslərini birinci kursda götürür, birinci kurs dərslərini dördüncü kursda götürür. Yəni ilk növbədə bu fərq ən əsas fərqlərdən biridir və burada sənin fikrin çox dəyərlidir. Məsələn, mən dərsdə müəllimin sualını cavablandırarkən şəxsi təcrübəmi bölüşəndə bu müsbət qarşılanır. Azərbaycanda və Avropada isə sistem bəzən daha çox passiv dinləmə üzərindən qurulub. Burada isə sənə sorğu sual etmək, analiz etmək, yəni şübhə ilə yanaşmaq öyrədilir. Yəni bir sual verilir, sualın cavabını versən belə niyə sualı davam edilərək soruşulur. Yəni niyə belə düşünürsən? Nə səbəbə belə düşünürsən? Okay, bu cavab var, niyə bu cavabı dedin? Yəni o niyə anlayışı, yəni burada analitik bacarıqları da inkişaf elətdirir. Çünki müxtəlif bir problem üzərində, məsəl üçün mən public policy üzrə təhsil alıram və bizdə ümumi siyasi analiz dərsləri olur və bu proseslərdə də enerji siyasəti ilə bağlı olan кейslər olur və keysləri analiz edərkən mən sadəcə o keysdə verilən cavabları qeyd etmirəm dərs vaxtı. Həmçinin müəllim o keysdə verilən suallara uyğun özümdən sual qurmağımı tələb edir və o sualların da cavabına hazır olmağımı tələb edir. Məncə elə bu iki nüans çox önəmli fərqi göstərir ABŞ və Azərbaycan Avropa təhsil sistemində. Və məncə çox müsbət bir fərqdir. Bu cür Bəli. olması həm tələbənin inkişafı cəhətdən çox önəmlidir. Bir xarici tələbə olaraq Amerikada sosial və akademik inteqrasiya necə idi? İlk növbədə Amerikada bir növ Amerikan tələbələr daha çox üstünlük təşkil edir, nəinki xarici tələbələr. Bu cəhətdən, sosial cəhətdən biraz problem, əslində magistratura tələbələrində biraz problemlər olur. Məsəl üçün mənim təhsil aldığım təhsil müəssisəsi small class size olaraq Amerikada bir nömrədir. Yəni School of Public Affairs, La Follett School olaraq səslənir və burada illik olaraq təsəvvür eləyin 1000 üzərindən müraciətçi olur və onlar üzərindən sadəcə 45 nəfər qəbul olunur və o 45 nəfərdən sadəcə maks 10 nəfəri xarici tələbə olur. Qalanlar isə daha çox Amerikan tələbələri olur və burada çətinlik bundan ibarət idi ki, Amerikan tələbələr biraz əsasən də Wisconsin ştatında soyuqdular münasibətlərdə. Yəni mən hətta səmimi deyəcəm bunu ki, bəzən biz onu fake smile adlandırırıq. Yəni saxta smile verərək
digər xarici tələbələri bəzən yola da verə bilirlər. Əlbəttə bu insandan da çox şey asılıdır, olduğu mühitdən çox şey asılıdır. Mən bunu bütün universitetlərə şamil etmirəm, sadəcə öz təcrübəmə əsasən cavablayıram. Və bu sosial cəhətdən ilk il çətinliyim olmuşdu, amma sonra isə artıq mən də onlar kimi olmağa başladım, bir növ uyğunlaşdım. Biz burada bir söz var ya, adapted. Hı. Yəni adapt environment, yəni mühitə özümü öyrəşdirməyə çalışdım və artıq biz də elə şəxslər, elə tələbə dostlarımız var ki, onlar bizə fake smile ilə gülürlərsə, biz də onlara fake smile ilə cavab veririk, amma elələri də var ki, isti münasibət saxlamaq, sosiallaşmaq, yəni başqa bir yerə gedib söhbətləşmək, təcrübə bölüşmək istəyirlərsə, biz onlara da açıq olaraq hər zaman gedirik, öz təcrübələrimizi bölüşürük, fikir mübadilələri aparırıq və sair və ilə axır. Amma mən bunu qeyd edə bilərəm ki, Amerikada çox önəmli faktoru sizə qeyd edəcəm burada ki, Azərbaycanlı community çox önəmlidir. Yəni bunun olması çox önəmlidir. Bir növ dəstək məqsədli olaraq. Çünki mənim oxuduğum universitetdə həqiqətən də mən burada Azərbaycan communitysinin vitse-prezidenti olaraq fəaliyyət göstərirəm və artıq 2 ildir ki, fəaliyyətim zamanında bunu gördüm ki, bizim qurduğumuz Azərbaycanlı communitysi digər Amerika universitetlərindəki communitylərə dərs rolunu oynayır bir növlə. Çünki buradakı o birliyimiz, nə olsa bir-birimizə dəstəyimiz, yəni heç bir zaman ayrılmamağımız, hər zaman birlikdə fikir mübadilələri aparmağımız, bir problemimiz olduqda bölüşməyimiz, məsləhət almağımız. Bir qrupumuz var ki, o qrupa mən gələndə 15 nəfər var idi, amma hal-hazırda o qrup 45 nəfərə çatıb. Yəni təsəvvür edin ki, bu 2 il müddətində bizim təhsil aldığımız müəssisəyə gələn tələbələrin, Azərbaycan tələbələrinin sayı çoxalıb, yəni burada yaşayanların sayı çoxalıb və mən görürəm ki, bu çox önəmli faktordur. Yəni Azərbaycanlı cəmiyyətin olması, Amerikada oxuduğum universitetdə Azərbaycan cəmiyyətinin olmağı çox önəmli faktordur. Təbii ki, insan özünü çox yalnız hiss eləmir. Bəli. Ki orada fake smile göstərən insanlar çoxdur, soyuqdular. Bəs siz şəbəkələşməni necə qurdunuz? Necə başladınız bu şəbəkələşməni qurmağa? Əslində, yəni ilk növbədə bunu qeyd edim ki, hər şey təşəbbüskarlıqla başlayır. Məsəl üçün konfranslara qatılırdım, tədbirlərdə çıxış edirdim, yəni müəllimlərlə görüşlər təyin edirdim. Bu bir çox fürsət, məsələn, TA olmaq, yəni TAship, teaching assistantship mənə çox şey verirdi. Çünki bir növ mən artıq tələbələrlə də işləyirdim və artıq mən onlara bir dərsi özüm götürmürdüm, həm də tədris edirdim. Həmçinin orada mənim iş yoldaşlarımın olmağı, yəni o şəbəkələşməyə daha da gücləndirirdi. Çünki onlarla artıq mən fikir mübadilələri apardıqda onların fikirlərini öyrənirdim. Çünki departamentdə bizdə 8 nəfər çalışır və onlardan sadəcə ikisi xarici tələbədir. Onlardan da biri mənəm və bunun özü bir növ mənə artıq o Amerikalı şəxslərin içində majority-də, yəni demək olar 8 nəfərdən 2 xaricidirsə, digərləri Amerikandirsə, onların daxilində olmağım mənə artıq necə inteqrasiya etməyimlə bağlı dərslər təqdim etdi. Və mən qeyd edə bilərəm ki, həqiqətən də burada gələrkən, yəni çatar-çatmaz belə bir şansın olmağı çox önəmlidir. Bundan əlavə də bizdə tədbirlər çox olur. Yəni tədbirlərdə mən deyərdim ki, ilk gəldiyimiz il 2023-cü ildə akademik ili başlayanda şoka düşmüşdüm ki, tədbir bitmirdi. Bir günə demək olar ki, bəzən olurdu 7 tədbirə belə gedirdi, 7-8 tədbirə belə gedirdi. Və bu tədbirlərin hər birində də müxtəlif insanlarla qarşılaşırdıq, onlarla söhbət edirdik. Düzdür, günün sonunda gəlirdi evə çox yorğun olurdum. Yəni deyirdim ki, sosial batariyam bir növ şarjım enib sıfıra, amma bir tərəfdən də həmçinin sabah yenidən oyananda onlarla danışdığım söhbətlər, qurduğum şəbəkələşmə mənə digər günlərdə kömək olurdu. Əla. Mən istəyirəm ən başda vurğuladığım imtahanlardan biri olan GRE imtahanına keçək. Çünki əsas göstərgələrdən biridir. GRE imtahanı Amerikada magistr və yaxud da PhD proqramlarına qəbul üçün nə qədər önəmlidir? GRE bəzən bir növ filtr rolunu oynayır. Mən bunu belə adlandırıram. Yəni sənə baxmadan əvvəl səni bir sıra namizədlər arasından çıxarmaq üçün admission officerlar, yəni qəbul edən komitələr ona baxır, filtr edirlər.
Yəni mən 23 universitetdən qəbul almışam və bəziləri üçün GRE nəticəsi vacib idi. Amma yalnız GRE ilə qəbul almaq mümkün deyil. Yəni bu faktdır, hətta bu böyük bir faktdır. Sən özünü bir bütün kimi təqdim etməlisən. Yəni qəbul olmaq istəyirsənsə tək GRE imtahanına güvənməməlisən ki, mən GRE-im yaxşıdırsa, hər şey yaxşıdır, vəsiyo, mən qəbul alacağam. Artıq bitdi, mən universitetdəyəm. Belə kimi də baxmamalısan. Və həmçinin də GRE-in aşağı olmağına rəğmən özünə də deməməlisən ki, yəni skor aşağı olmağına özünə deməməlisən ki, mən artıq qəbul ola bilmərəm. Necə ə, mən və yaxud başqa biri qəbul alırsa, mən bəzi tələbələr tanıyıram ki, çox aşağı GRE skoru ilə çox yüksək universitetlərdən qəbul alırlar. Amma bəzi tələbələr də tanıyıram ki, çox yüksək GRE imtahanı ilə yaxşı universitetlərdən qəbul ola bilmirlər Amerikada. Bu o deməkdir ki, həqiqətən də GRE bir növ Amerikada filtr rolunu oynayır. Və sizcə GRE imtahanı tələbənin tam bacarığını əks etdirir? Yox, mənim düşüncəmcə yox. GRE sadəcə bir testdir. Yəni sənin analitik və verbal bacarıqlarını ölçür, amma liderlik, sosial bacarıqlar, sosial məsuliyyət, təşəbbüskarlıq kimi keyfiyyətlər GRE ilə ölçülə bilməz. Yəni bu bir faktor yenə də qeyd edirəm. Mən bu fərqi çox yaxşı anlayıram, çünki yəni mən düşünürəm ki, mən özüm də bu fərqlər sayəsində, yəni bu keyfiyyətlər sayəsində fərqlənmişəm admission ofisinin qarşısında. Yəni tələbə düşünə bilər ki, mənim GRE-im yaxşı olmağı mənim bacarığımı əks etdirir. O sadəcə bir komponentdir. O sadəcə onun analitik bacarığını göstəricisidir ki, tələbənin analitik bacarığı yaxşıdır. Amma qəbul vaxtı liderlik bacarığı, təcrübələr, akademik zamanı götürdüyün dərslər bunlar hər biri çox önəm kəsb edir. Bəs əgər bir tələbə GRE imtahanını verir və nəticələrdən tam razı olmur, bunu sənədlərdə necə kompensasiya edə bilər? Mənim düşüncəmcə bunu sənədlərdə ən əsasən esse və tövsiyə məktubları ilə parlatmalıdır tələbə. Məsəl üçün mən bir neçə tələbə tanıyıram ki, onlar cəri olmadan da qəbul alıblar və çox yaxşı universitetlərdən, Amerikan top universitetlərindən qəbul alıblar. Çünki sənədlərində göstəriblər ki, mən deməyə çalışıblar ki, mən artıq akademik tədqiqat etmişəm. Mən artıq bunu bacarmışam və yaxud mən bakalavr zamanı bu sosial klubun aktiv üzvü olmuşam. Sosial layihələrə rəhbərlik etmişəm. Yəni real dəyərləri vurğulamaq əsasdır. Yəni qəbul prosesində real dəyərlərə də üstünlük verilir. Yəni onlara daha çox üstünlük verilir. Və bundan əlavə öz hekayələrini yaratmalıdırlar. Çünki Amerikada əsasən də öz hekayəni yaratmaq önəmlidir, çox önəmlidir. Yəni bir növ sən esselər vasitəsilə səni qəbul edən birinə öz həyat hekayəni bölüşməlisən ki, mən niyə görə və hansı həyat hekayəmə görə bu gün Amerikaya gəlmək istəyirəm və Amerikada bu təhsili almaq istəyirəm. Ə, Və bir növ burada bir hint olaraq qeyd edə bilərəm ki, mən qısa bir sənin keçmişdə başına elə bir təcrübə gəlib ki, amma sən onu çəkinirsən admission bir növ esselərdə göstərməyə və yaxud deyirsən ki, yox, bu esseyə uyğun deyil. Amma inanın ki, o təcrübə esseyə uyğundur. Çünki Amerikanlar bir növ o təcrübələri eşitməyi çox istəyirlər. Yəni Amerika universitetləri sizin keçmişdə necə formalaşmanızı görmək istəyirlər. Yəni keçmişdəki təcrübələr bizi formalaşdırılır ki, bugünkü bizim uğurlu etsin. Və mənim düşüncəmcə keçmişdə yaşadığımız təcrübələri hər birimiz o esselərdə göstərməliyik. Bəzi tələblərə görə bəzi universitetlər GRE-dən imtina edir. Yəni ümumiyyətlə GRE imtahanı nəticələrinə baxmırlar, GRE-yi tanımırlar. Siz dediniz ki, GRE imtahanı bir filtr rolunu oynayır. Olsa müsbət təsir edir, nəticədə yaxşıdırsa. Bəs ümumiyyətlə GRE imtahanından imtina edən universitetlərdə bu tələbələr üçün üstünlükdür, yoxsa əlavə bir risk yaradır? Mənim fikrimcə bu üstünlükdür. Çünki niyə görə üstünlüyü təşkil edir? Tələbə düşünə bilər ki, belə bir sizə öz təcrübəmdən də bölüşüm ki, tələbə düşünür ki, bu GRE imtahanını verib və aşağı skoru var, yəni aşağı nəticəsi var və aşağı nəticəsinə görə esselərdə dolğun şəkildə özünü göstərə bilmir. Hansı ki, o esselər qəbul prosesinin ən əsas, yəni bir növ
əsas açar rolunu oynayan partıdır, hissəsidir, qəbul hissəsidir. Və o esselərdə özünü rahat şəkildə ifadə etmək üçün, doğru şəkildə ifadə etmək üçün tələbə düşünür ki, mənim GRE imtahanım optional sayılır və yaxud heç istənilmir. Onda rahat şəkildə mən öz hekayəmi də qura bilərəm. Hər şey bu esseyə bağlıdır. Yəni yazdığım esselər keyfiyyətli olduğu təqdirdə mən özümü rahat şəkildə ifadə etdiyim təqdirdə mən bu universitetə qəbul ola bilərəm. Və bizdə belə bir beynimizdə əsasən də gənclərdə belə bir şey olur. Beynin bir növ ideyaların donması, yəni beyində ideyaların donması nə zaman baş verir? Biz ə, bir iş üzərində çalışarkən digər şeyləri fikirləşməyimiz. Yəni biz esseləri yazarkən cəreyi düşünməyimiz, skorumuzu düşünməyimiz bizim o esselərdəki keyfiyyətə avtomatik olaraq təsir edir. Yəni bunu tədqiqatlar da göstərir həmçinin və mənim düşüncəmcə GRE imtahanının tamamilə istənilməməsi tələbə üçün çox böyük bir şansdır. Bir tərəfdən financial baxımdan, yəni həm pulu çıxmayacaq əlavə, ikinci tərəfdən rahat olaraq essesinə güvənəcək və esselerini yaxşı yazaraq istədiyi universitetdən qəbul ola biləcək. Son olaraq GRE hazırlığında sizin hansı strategiyalardan istifadə etdiyinizi soruşacağam. Hansı strategiyalar sizə kömək etdi? Siz necə hazırlaşdınız? Bu proses necə idi? Bizə çox qısa bu barədə məlumat versəz faydalı olacaq. Mən GRE imtahanı hazırlaşarkən akademistlərdən kömək almışam, mentorship almışam və bu mənə çox kömək olmuşdu və həmçinin biz bir növ artıq müəllimlərlə birgə bir plan üzərindən çalışırdıq. Çünki bizim bir planımız var idi. Hər gün müəyyən saatlarda mən çalışırdım ki, o plandan artıq saatlarda çalışım. Çünki bizdən istənilən testlər və sair kifayət olmur bəzən uğurlu nəticə üçün. Yəni ona görə mən çalışırdım ki, əlavə testlər axtarım, özüm də əlavə bir real testlər üzərində işləyim. Ə, Mənə xüsusilə error log dəftəri çox kömək etdi. Mən onu error log dəftəri adlandırdım, hansı ki, hər səhvimi qeyd edirdim və çalışırdım ki, o səhvi təkrar etməyim. Və həmçinin vocabulary üçün ki, bilirsiniz ki, GRE-də vocabulary part, yəni söz bazası çox önəmlidir. Bunu biz Nicat müəllimdən bir key olaraq almışdıq ki, vocabulary üçün özünüzə kartlar hazırlayın və mən çalışırdım ki, özümə kiçik kartlar hazırlayın və kartların günlük olaraq saya bölürdüm. Məsəl üçün bu gün 15 kart üzərində çalışacağam. Sabah 17 kart üzərində. Belə-belə artıra-artıra o kartların sayını da artırırdım və imtahandan 2-3 gün əvvəl artıq o kart sayı, günlük sayı 100-dən çox olmuşdu demək olar. Və o kartlarda da hər kartda ən azı 4-5 söz olurdu. Və bunu təkrar-təkrar etmək bir növ sözlərin artıq sizin göz yaddaşı ilə xatırlamağınıza çox kömək olurdu. Mənim düşüncəmcə qısa olaraq desəm, planlı çalışmaq, müəllimlərlə daimi olaraq ünsiyyətdə olmaq və verilən strategiyaları əsas götürmək. Hansı ki, bizdə də Nicat müəllimin strategiyalarını biz qızıl hərflərlə öz dəftərlərimizə qeyd edirdik və onlar bizə çox kömək olurdu. Son olaraq, əgər siz yeni hazırlaşan bir tələbə olsaydınız, Amerikada təhsil planınızı necə qurardınız? Çox qısa bu barədə tövsiyələrinizi eşitmək istəyirik. Amerikada təhsil planımı necə qurardım? İlk növbədə başlayardım istədiyim universitet, istədiyim sahəni daha dərindən araşdıraraq başlayardım. Çünki mən vaxtında istədiyim sahə, istədiyim universitetdən əlavə Amerikada təhsili araşdırmışam. Və sonra fərqinə varmışam ki, Amerikada təhsil hər bir sahədə ola bilər. Amma sənin istədiyin, əlbəttə bu onun anlama gəlmir ki, mən istəmədiyim sahədəyəm, sevdiyim sahədəyəm, amma mənim bu sevdiyim sahəni burada tapmağım bir sıra vaxt aldı məndən. Mən bura gəldim, daha sonra dərslər götürəndən sonra fərqinə vardım ki, mən enerji siyasəti üzrə daha çox maraqlanıram. Enerji siyasəti və ətraf mühit haqqında, sonra climate change haqqında, yəni bu sahələr üzrə daha çox maraqlanıram. Və ona görə artıq mən public policy-ni enerji siyasətinə bağladım. Və mən düşünürəm ki, bunu ilk növbədən, yəni sən Amerikada təhsil almaq istəyirsən və bunu ilk növbədən düşünməlisən ki, Amerikada istənilən A universitetində təhsil alarsan, sənin tədqiqat maraqların nələr olacaq, dərs maraqların nələr olacaq və s. və ilaxır.
Bu bir. İkincisi olaraq müraciət zamanında isə testlərə vaxtında hazırlaşmaq çox önəmlidir. Yəni testləri bəzi tələbələr düşünürlər ki, mən bu il müraciət edəcəmsə, yaydan başlayıb hazırlaşa bilərəm. Əsasən GRE testi. Və nəzərə alsaq ki, GRE imtahanı 5 il müddətində nəticəsi keçərli olur və buna əsasən onlar 1-2 il öncədən belə hazırlaşa bilərlər. Bakalavrda təhsil alır, ikinci, üçüncü kursdur. İkinci, üçüncü kursdan mən tövsiyə edirəm ki, artıq GRE imtahanına başlasın, hazırlaşsın. Çünki ola bilər ki, istədiyi nəticəni almadı. Bu o deməkdir ki, onun kifayət qədər vaxtı olacaq ki, ikinci dəfə və yaxud üçüncü dəfə imtahanı versin. Amma mən çox bəzi tələbələr görürəm ki, onlar son aya, son aylara saxladıqları üçün artıq cəriyi ikinci, üçüncü dəfə götürə bilmirlər. O şans olmur onlarda, çünki vaxt olaraq onu çatdıra bilmirlər. Bundan əlavə də dil imtahanına üstünlük versinlər. Dil imtahanını sadəcə imtahan olaraq düşünməsinlər. Bunu düşünərdim ki, dil imtahanı danışıq olaraq düşünməliyik. Yəni bizim Amerikaya gələcəmsə, Amerika aksentinə uyğun danışığa artıq başlamalıyam. Çünki mən Azərbaycanda ADA Universitetinin məzunu olaraq fully, yəni bir növ ingilis dilində tədris almışam. Amma 5 il tədris almağıma rəğmən yenə də nəinki mən bura gələn hər bir Azərbaycanlının danışıqda da başa düşməkdə də ilk aylarda çətinlikləri olur. Və bunun səbəbi ondan ibarətdir ki, biz o aksentə uyğun öyrənmirik dili və yaxud aksentlərə uyğun olaraq danışmırıq. Mən düşünürəm tələbə əgər bilirsə o Amerikada təhsil alacaq, o aksentə uyğun da ilk növbədən başlamalıdır ki, hazırlıqlarını görsün. Və ən əsası isə sonda olaraq bunu qeyd edim qısa olaraq ki, motivasiya. Motivasiyanın vaxtında ən öndən başlamaq lazımdır, işləmək lazımdır üzərində və ən əsası bunu unutmamaq lazımdır ki, heç bir zaman Amerikada təhsil əlçatmaz deyil və hər bir şəxs əsasən də sən olaraq bunu bacara bilərsən. Çox təşəkkür edirəm Əli bəy. Məncə biz bu bölümdə bir çoxlarını maraqlandıran məqamlara toxuna bildik və bu məqamları kifayət qədər işıqlandırdıq. Baxmayaraq ki, biz bu bölümü çəkəndə bir çox tərsliklərlə qarşılaşdıq. Həm saat problemi məsələsi var, aramızda 9 saat fərq var, amma yenə də biz bunu bacardıq. Mən sizə yenidən təşəkkür edirəm. Çox sağ olun ki, zamanınızı ayırdınız və bu faydalı məlumatları bizimlə bölüşdünüz. Mən təşəkkür edirəm, çox sağ olun. Belə əziz izləyicilər, ümid edirik ki, bu mövzumuz sizin üçün faydalı oldu və sizi xəyallarınızın arxası ilə getmək üçün biz biraz da olsa cəsarətləndirə bildik. Siz sadəcə unutmamalısınız ki, bu yolda sizə əsas lazım olan şeylərin başında iradəniz və əzminiz gəlir. Geri qalan hər şey həll olar. Son olaraq bizi izlədiyiniz üçün təşəkkür edir və sizinlə sağollaşırıq. Görüşənədək.